Salam, mən bu videoda Biologiya OTK 20 sınaq test toplusuna 19-cu sınaqdakı 23-cü test tapşırığının izahını vermək istəyirəm. Sualda deyilir ki, paxla bitkisinin çiçəklərində çiçək düsturuna aid olan bitişik strukturlarının sayı cəmi 144'dür. Hər bir çiçəkdə rüşeyin kisəsi əmələ gələn zaman 35 hüceyrə mitoz bölünməyə məruz qalıb. Bu çiçəklərdə mayalamada iştirak edən qametlərin maksimal sayı bilavasitə mayalanma nəticəsində əmələ gələn hüceyrələrin cinsiyyət xromosomlarının sayı cəmində nə qədər az olur? Əvvəlcə paxlallar fəsləsinə aid olan bitkilərin çiçək düsturunu yazmaq lazımdır. Yazıram K 5 kəsə yarpaqları bitişikdir. Ləçəklər 3 üstəgəl 2 ikisi bitişikdir. Erkəkcik 9 üstəgəl 1 9'u bitişikdir. Dişicik isə 1'dir. Hesablayaq bitişik strukturları. Kəsə yarpağı 5'i bitişikdir. Üstə gəlirik 2 ləçək bitişir, qayıqçığı əmələ gətirir. Üstə gələk bitişik erkəkciklərin sayı 9'dur. Demək, bunların bitişik strukturların cəmi 16'ya bərabərdir. Biz bildik ki 16 çiçək var. Yəni bir dənə çiçəkdə 16 bitişik struktur var. Onda yazırıq. 16 bitişik struktur olanda çiçəyin sayı 1'ə bərabər olursa 144 bitişik struktur olduqda isə x-ə bərabər olar. X də bərabərdir. Tapırıq ki 9 çiçək var. Demək 9 çiçək var. Amma hər bir çiçəkdə rüşeyin kisəsi əmələ gələn zaman 35 hüceyrə mitoz bölünməyə məruz qalır. Bilirik ki, bir toxum əmələ gələndə 7 bölünmə olur. Onda biz 35'i 7'yə bölürük. Tapırıq ki, burada 5 toxum var. Yəni, hər toxumun əmələ gəlməsində 7 bölünmə olur. 5 toxum var. Onda 9 çiçəyin hər birində 5 toxum varsa, 9'u 5'ə vururuq. Tapırıq ki, 45 toxum var. Və hər toxumun əmələ gəlməsində 3 qamet iştirak edir. 2 sperm və 1 yumurta hüceyrə. 45'i vururuq 3'ə. Bərabər olur 135 qamet. Sonra deyir ki, bilavasitə mayalanma nəticəsində əmələ gələn hüceyrələrdəki cinsiyyət xromosomlarının sayı. Tapdıq ki, 45 çiçək var. Və mayalamadan bir zigot və bir endosperm əmələ gəlir. Çünki 2 qat mayalanma olur. Zigotun xromosom dəsti 2N, endosperm 3N olur. Cəmi bir yerdə 5'ə bərabər olur. 45'i 5'ə vururuq. Tapırıq ki, 225 cinsiyyət xromosomu var. Bizdənsə qametlərin sayının cinsiyyət xromosomlarının sayından nə qədər az olduğunu istəyir. Bu zaman yazırıq 225 çıxaq 135 ödə bərabərdir 90. Demək, doğru cavabımız 90'a bərabərdir.